Yaradıcı sənaye insanın ideya, bacarıq və təxəyyülünü istifadə edərək yeni, bəzən unikal, bəzən də innovativ məhsul və xidmətlər yaratdığı bir sahədir. Bu sahə musiqi, film, teatr, ədəbiyyat, rəssamlıq, moda, reklam, dizayn və digər çoxsaylı sahələr əhatə edir. Yaradıcı sənaye həmçinin yüksək dəyərli intellektual məhsulların yaradılmasına imkan verir və bununla da iqtisadiyyatı gücləndirir. Kreativlik anlayışı keçən əsrin ortalarında tanınmış Amerika psixoloqu Joel Poyle Greenfield tərəfindən daha geniş dövrəyə salınmışdır. Amma biz bəzən kreativlik və yaradıcılıq məhfumları arasında eynilik gətiririk, amma onlar heç də eyni məhfum deyirlər. Biz öncə müəyyən etməliyik ki, kreativlik nədir, yaradıcılıq nədir? Çünki bunlar, əgər biz ingilis dilindən bilavasitə bunu tərcümə edəsək, bu həqiqətən də yaradıcılıq çıxır. Amma yaradıcılıq əslində tərifinə görə insan fəaliyyətinin hər hansı bir sahəsində nəyisə yaratmaqdır. Məsəl üçün, heykəltaraşlıqdır, memarlıqdır, iqtisadiyyatdır və digər sahələrdir. Burada biz nəyisə analoqu olmayan nəyisə bir əsər yaradırıq. Amma kreativlikdə bu yaradılış əslində yoxdur. Kreativliyin tərifinə görə hər insan fəaliyyətinin hər hansı bir sahəsində meydana gəlmiş mürəkkəb sualların analoqu olmayan həlli yollarının tapılmasıdır. Məsəl üçün, mobil əlaqə sahəsində biz insanlar arasında asan mobil əlaqə yaratmaq üçün mobil planşetlərdən istifadə edirik. Bu özü bir kreativ həldir. Yaradıcı sənayenin məhsulları arasında filmlər, musiqi albomları, rəsm əsərləri, kitablar, dizayn layihələri və moda kolleksiyaları yer alır. Bu məhsullar yalnız mədəniyyət sahəsinin deyil, eyni zamanda iqtisadiyyatın inkişafına da müsbət təsir göstərir. Bu sahə iş yerlərinin yaradılmasına, turizmin inkişafına və innovasiyaların genişlənməsinə dəstək verir. İnnovativ layihələrin həyata keçməsi dövründə yaşayırıq. Buna görə də burada individuallığa, hər bir fərdinin yaradıcılıq qabiliyyətinə böyük önəmlər veririk. Müxtəlif sahələrdə, indi yaradıcılıq sahəsində, məsəl üçün, elmi əsərlərin hazırlanmasıdır, rəssamlıqdır, şou industriyadır, kinematografiyadır, informasiya kommunikasiyası texnologiyalarıdır. Bu sahələrdə, məsələn, start-up layihələrin işlənməsi də çox böyük önəm daşıyır. Ən əsas məsələ ondan ibarətdir ki, biznes nöqteyi nəzərindən bu layihələri, bu yaradıcılıq əsərlərinin kommersiyalaşdırılmasıdır. Kommersiyalaşdırılması və dünya bazarlarına çıxarılmasıdır. Bu, o qədər də asan bir məsələ deyil. İlk növbədə, əgər hər hansı bir mənfəət gətirə bilən layihə meydana gəlirsə, onu kommersiyalaşdırmaq üçün ilk növbədə onu patentləşdirmək lazımdır. Bunu patentləşdirdikdən sonra bunu dünya bazarına çıxartmaq lazımdır. Son dövrlərdə yaradıcı sənayenin inkişafı bir növ qlobal xarakter alıb. Belə ki, hazırda bu sahənin inkişaf dinamikası bütün dünya üzrə kifayət qədər yüksəkdir. Yaradıcı sənayenin hər il dünyada orta hesabla 2 trilyon ABŞ dollarından artıq gəlir gətirir. Bu sahənin əmək bazarına təsir imkanları da getdikcə genişlənir. Belə ki, yaradıcı sənaye hər il dünya üzrə 30 milyon iş yerini təmin edir. 2017-ci ilin 28 dekabrında Azərbaycan Respublika Prezidentinin fərmanı ilə kiçik və orta biznesə inkişafı agentliyi yaradılmışdır və həmən təşkilat bilavasitə həmən layihələri dünya bazarlarına çıxarmaqda yardım göstərir və Azərbaycanda son illər bildiyiniz kimi Made in Azərbaycan kimi brend var, mövcuddur və həmənki layihələrin dünya bazarlarına məhz həmənki brend altında çıxartması mümkündür. Yenə də müəyyən dövlət orqanları, öncə adını çəkdiyim, kiçik və orta sahibkarların inkişaf agentliyi vasitəsilə bunu etmək mümkündür. Yaradıcı sənayenin xarakteri xüsusiyyətləri sırasında ayrı-ayrı xalqların milli xüsusiyyətlərini və əlbəttə ki, müasir inkişaf səviyyəsini göstərmək mümkündür. Xalqlar tarixən gələn ənənələrini yaşatmaqla həm də öz həyatlarını təmin edirlər. Yaradıcı sənayenin dinamik inkişafı isə dünyada turizmin daha geniş yayılması, insanların hər hansı bir xalqın ənənəsinə və tarixi dəyərinə marağının artması, nəsillər arasında əlaqələrin qorunmasına böyük önəm vermələri ilə bağlıdır.
Biznesin dəstəkləməsində yenə də maraqlı tərəflər olmalıdır. Siz bildiyiniz kimi sərmayə elə bir prinsip üzərində fəaliyyət göstərir ki, ilk növbədə bu mənfəət verməlidir. Eyni zamanda da burada hər şeyi də, yəni maliyyə tərəfdən də ölçməyə də ehtiyac yoxdur. Çünki bunun təbliğatı gedə bilər eyni zamanda sosial mediada. Sosial mediada bunun təbliğatı getməlidir. Yəni təbliğatı getdikdən sonra bu demək öz sponsorlarını tapa bilər və bundan sonra dünya bazarlarına çıxarıla bilər. Festivallardır, sərgilərdir və digər tədbirlərdir ki, bu tədbirlər vasitəsilə də həmən yaradıcılıq əsərləri təbliğ edilir. Yaradıcı sənaye nəinki iqtisadiyyat üçün əlavə bir sahədir. Həmçinin bu sahə sektorda yeni iş yerlərini yaradır. Çox vaxt yerli və qlobal bazarlara yönəlmiş məhsullar, xidmətlər onu göstərir ki, bu sahədə rəqəmsal texnologiyaların tətbiqi yaradıcılıq imkanlarını genişləndirməklə yanaşı mədəni irsin qorunması və qlobal səviyyədə tanınmasına da töhfə verir. Yaradıcı insanlara əlbəttə ki, özəl sektorun nümayəndələri hər cür dəstək verə bilərlər. Burada söhbət sərmayələrdən gedir, sponsor fəaliyyətindən gedir. İlk öncə həmən layihənin dünya bazarlarına çıxardıqda onun rəqabət qabiliyyətini düşünmək lazımdır, rəqabətə davamlılığını lazımdır. Bugün dünya bazarlarına daxil olmaq o qədər də asan deyil və ona görə də bəzən bu bir çox hallarda investisiyalarına, yəni sərmayə məsələləri ilə bağlı olur. İlk öncə əlbəttə ki, bunun mənfəət gətirə biləcəyi faktorları nəzərə alınmalıdır. İlk növbədə düzgün marketinq aparılmalıdır, düzgün menecment aparılmalıdır və dünyada bu tip deməli yaradıcılıq əsərlərinin dünya bazarlarında yeri öyrənilməlidir. Rəqabət məsələləri var. Yəni bu həqiqətən də böyük bir marketinq fəaliyyətini nəzərdə tutur. Yəni marketinq aparmadan hər hansı bir məhsulu bu günləri dünya bazarlarına çıxartmaq demək olar ki, mümkün deyil. Çünki dünya bazarlarında indi rəqabət qaydaları çox sərtləşib. Məsələn, biz örnəklər də gətirə bilərik dünya ölkələrindən. Çini biz bir örnək kimi gətirə bilərik ki, dünya bazarlarına necə öz məhsullarını çıxarırlar, kreativ məhsullarını çıxarırlar və dünya xalqlarının, aparıcı dövlətlərin bu sahədə təcrübələri öyrənilməlidir. Yaxşı variantlardan biri odur ki, biz öz mütəxəssislərimizi elzam edə bilərik həmən ölkələrə ki, onlar həmən ölkələrdə necə onlar öz yaradıcılıq məhsullarını dünya bazarlarına çıxarırlarsa, o təcrübəni əldə etmək üçün sözsüz ki, biz mütəxəssislərimiz o dünya təcrübəsindən faydalanması üçün elzam edilə bilərlər. Yenə də dövlətin dəstəyi ilə. Çünki dövlət milli dövlətdir və dövlətin özünün statusu var və dövlət bilavasitə maraqlıdır ki, onun xalqının yaradıcılıq əsərləri dünya bazarlarında təbliğ edilsin. Ölkəmiz zəngin mədəniyyətə malikdir və bunun üçün də yaradıcı sənayenin geniş inkişaf perspektivləri var. Tarixən xalqımız yaradıcılıq sahələrinə, dulusçuluq, xalçaçılıq, miniatür sənəti kimi el sənətlərinə böyük maraq göstəriblər və yaratdıqları sənətkarlıq nümunələri ilə öz həyatlarını təmin ediblər. Ənənəvi sənətləri bu gün də yeni, kreativ düşüncə ilə yaşadan sənətkarlarımızın əl işləri və ya əsərlərinin patentləşdirilib dünyaya tanıdılması bu sahənin ümumi inkişafına stimuldur. Bununla yanaşı ölkəmizdə yeni yaradıcı sənaye məhsullarının dünya bazarlarına çıxışı da artmaqdadır. Müasir dövrdə Azərbaycanın yaradıcı sənaye sahəsindəki inkişafı ölkə iqtisadiyyatına əlavə dəyər qatır və beynəlxalq bazarda daha çox mövqe qazanmağına imkan yaradır. Bir sözlə yaradıcı sənaye yalnız mədəniyyəti inkişaf etdirməklə kifayətlənmir, həm də iqtisadiyyata töhfə olaraq yeni iş sahələri yaradır. İnnovasiyaların inkişafına təkan verir və qlobal bazarda öz mövqeyini gücləndirir. Azərbaycanın bu sahədəki uğurları və inkişaf potensialı isə çox böyükdür. Yaradıcı sənayeye dəstək verərək nəinki bu sahənin gələcəyinə daha çox işıq tutmuş oluruq, həm də xalqımızın mədəni irsinin, dəyərlərinin yaşadılmasına töhfə vermiş oluruq.